Salam değerli dostlar, Telegram kanalında Azərbaycan dilinə aid sual paylaşmışdıq. Həmin sualın izahı ilə sizi tanış etmək istəyirəm. Quzu toğluya çevrilir, toğlu şişəyə çevrilir, şişək öyəcə çevrilir, öyəc qara dişə çevrilir, o da azmana çevrilir, sonuncu isə dizmana. Cümləsi haqqında verilən fikirlərdən biri doğru və yanlış olma baxımından digərlərindən fərqlənir. Deməli, A bəndinə baxaq. Həmcis mübtədaların hamısı eyni nitq hissəsi ilə ifadə olunmayıbdır. Burada həmcis mübtədalar yoxdur. Çünki çevrilir nə quzu, çevrilir nə toğlu, çevrilir nə şişək. Bunlar hamısı tabesiz mürəkkəb cümlədir. Həmcis üz yoxdur. Ona görə A variantı yanlışdır. Cümlənin xəbəri məlum növdə çevrilir. Məlum növdə xəbər şəklində olan düzəltmə feillə ifadə olunubdur. Məlum növdədir, xəbər şəklindədir, amma çevrilir sözü düzəltmə deyil, sadədir. Ona görə B variantı yanlışdır. Yönlü hal şəkilçisi qəbul etmiş sözlər həmciz tamamlığın ifadə vasitəsidir. Buradakı tamamlıqların hər biri ayrı-ayrı xəbərlərə aid olduğu üçün bunları biz həmciz hesab eləyə bilmərik. Məsələn, şişəyə çevrilir, bu çevrilirə aiddir. Toğluya çevrilir, bu çevriliyə aiddir. Yenə də öcəyə çevrilir, bu çevriliyə aiddir. Ayrı-ayrı xəbərlərə aid olduğu üçün həmciz üz hesab oluna bilməz. Biz bilirik ki, həmciz üzlər eyni cümlə üzünə aid olur. Tabesiz mürəkkəb cümlənin tərkib hissələrində hadisələr bir-birlə qarşılaşdırılır. Bu səhvdir, çünki bu eyni zamanda baş verən hadisələr öz əksini tapıbdır burada. Aralarında tabesizliyə əlaqəsi olan cümlələrdən ibarət olan tabesiz mürəkkəb cümlədir. E variantı tamamilə doğrudur. Bu cümlələrin arasında tabesizliyə əlaqəsi var və özü də tabesiz mürəkkəb cümlədir. Deməli, hamısı doğru, hamısı yanlış, E variantı doğru olduğu üçün testin doğru cavabı E bəndidir.